Salam dostlar, hər vaxtınız xeyir. Bu günləri sizinlə dördüncü mətnin izahına baxacağıq birlikdə. İlk öncə bütün mətni analiz etməmişdən əvvəl onu qeyd eləmək istəyirəm ki, biz burada 17-ci sual, bir də 19-cu sualların cavabını bütün mətni analiz etmədən tapa bilərik. Çünki baxın burada 17-ci sualda qeyd olunur ki, birinci paraqraf hansı cümlə ilə başlayacaq. Yəni bizdə yalnız burada boşluq verilən hissə birinci paraqrafdadır. Ona görə bütün mətni analiz etmədən sadəcə birinci paraqrafı oxumaqla 17-ci suala cavab tapa bilərik. Gəlin birinci başlayaq elə ilk abzasdan. Qeyd olunur ki, several times in the past few years. Bu deməkdir ki, son bir neçə ildə Sakit Okeandakı ada dövləti qəfil baş verən yüksək dalğalarla su altında qalıb. By sudden high tides dedikdə qəfil baş verən yüksək dalğalar deməkdir. Və ardınca qeyd edir ki, bu dalğalar adaların üzərindən keçərək evləri dağıdıb, hansı ki, həmin dövrdə nə külək, nə də yağış var idi. Yəni yağışın və küləyin olmadığı bir dövrdə bu dalğalar adaların üzərindən keçərək evləri dağıdıb. Və daha sonra qeyd edir ki, the older citizens of Kiribati, yəni Kiribati əhalisi daha doğrusu, yəni Kiribatinin yaşlı əhalisi qeyd edir ki, bu heç vaxt baş verməyib. Yəni əvvəllər heç vaxt belə bir şey olmayıb. İndi isə keçək bir-bir cümlələri analiz edək. A variantında qeyd olunur ki, Kiribati adasının ərazisi ABŞ və Britaniya tərəfindən deməli nüvə silahlarının testi üçün istifadə olunub. Yəni burada heç bir nüvə silahından vəsair bəhs olunmurdu. Ona görə A variantı ola bilməz. B variantında qeyd olunur ki, Kiribati mərkəzi Sakit Okeanda yerləşən bir ada dövlətidir, ada ölkəsidir. Burada da yerləşməsindən yox da daha çox bu dalğaların baş verməsindən, evləri dağıtmasından vəsair bəhs olunur da. Yəni ona görə bizdə B variantı məntiqli deyil tam olaraq. C variantına gəldikdə qeyd olunur ki, 33 adadan 20-si artıq məskunlaşılıb, yəni insanlar tərəfindən orada yaşayış var. Burada yenə də C deyil. Doğru cavab bəli olacaq D variantı. Çünki D variantında qeyd olunur ki, Kiribati əhalisi qorxur ki, deməli bir gün yaxın gələcəkdə bir gün onların ölkəsi qeyb olacaq. Yəni yoxa çıxacaq. Disappear yoxa çıxmaq, qeyb olmaq deməkdir. Ona görə doğru variant D'dir. Çünki sonradan da izah eləyir ki, yəni onlar burada demək istəyir ki, onlar qorxurlar ki, yaxın zamanlarda onların ölkəsi yoxa çıxacaq. Daha sonra açır. Niyə görə? Çünki qəfil baş verən dalğalar altında qalıbdı. Hansı ki, yaşlı əhali qeyd edir ki, belə bir şey əvvəllər heç vaxt baş verməyib. Ona görə D variantı doğrudur. Y variantına da baxaq. Y variantında qeyd olunur ki, bugünkü günümüzdə Kiribati, deməli, böyük kokos plantasiyaları, eləcə də balıq fermaları var. Yəni Kiribatinin böyük kokos plantasiyası, eləcə də balıq fermaları var. Burada da ümumiyyətlə, yəni balıq fermasına, yəni qida ilə bağlı heç nədən, yəni kənd təsərrüfatla bağlı ümumiyyətlə bir şeydən bəhs olunmur. Yəni bütün hallarda doğru cavab D variantıdır. 19-cu suala da gəldikdə, niyə görə 19-cu sualda? Çünki burada qeyd olunur ki, altından xətt çəkilmişdə, yəni swallow sözünün pasajdakı mənası nədir? Bunun üçün biz sadəcə ikinci hissənin birinci abzasını oxusaq kifayət edir bizə. Və diqqət eləməliyik ki, burada bizə pasajdakı mənasını soruşur. Burada da qeyd olunur ki, alimlər deyirlər ki, əgər bu tendensiya davam edərsə, bir çox ölkələr əziyyət çəkəcək və Mərcan adaları, yəni belə deyək də, Sakit Okeandakı Mərcan adaları, məsələn, Kiribati və Marshall kimi adalar dəniz tərəfindən udulacaq. Swallow udulmaq deməkdir. Sadəcə burada diqqət etməliyik ki, by the sea hissəsi də var. Yəni, çünki çox vaxt uşaqlar, məsəl üçün, burada cover götürürlər, örtülmək mənasını. Burada sırf su ilə yuyulmasından söhbət getdiyi üçün, çünki axı deyir ki, dəniz tərəfindən udulacaq, yəni dəniz tərəfindən yuyulacaq. Ona görə burada covered ola bilməz, eaten yeyilmiş ola bilməz, drunk içmək ola bilməz. Daha sonra Y variantındakı injured zədələnmək deməkdir. Doğru cavab D'dir. Çünki wash out özü məhz yuyulmaq mənasına gəlir. Yəni yuyulub aparılmaq. Burada da dəniz tərəfindən udulacaq, yəni yuyulacaq mənasına gəldiyi üçün, yəni dəniz vurğulandığı üçün, ona görə doğru variant olacaq D variantı. Baxaq elə 20-ci suala da. 20-ci sualda mütləq yenə də bir daha xatırlatma etmək istəyirəm ki, bizdən soruşur ki, hansı sualın cavabı var? Birinci başlığa diqqət etməliyik. Daha sonra isə bilirik ki, sual əvəzliklərimiz çox vacibdir. Məsələn, birdə qeyd olunur ki, niyə görə adada temperatur qalxır? Yəni səbəb hissəsi bizdə vacibdir, why hissəsi.
İkidə qeyd olunur ki, əgər bu situasiya daha da pisləşərsə nə baş verəcək? What will happen? Əslində bu sualın cavabını elə bu hissədən tapa bilərik. Çünki elə ikincidə, yəni qeyd olunmuşdu ki, əgər bu tendensiya davam edərsə bir çox ölkələr əziyyət çəkəcəklər. Daha sonra qeyd etdiyimiz kimi də, yəni hansı ki bu adalar dəniz tərəfindən udulacaq. Yəni ikinci sualın elə birbaşa cavabını əslində burada tapmış oluruq. Üçüncüdə how many people hissəsi vacibdir. Yəni say bizdə önəmlidir. Deyir, yəni Kiribati adasında nə qədər insan yaşayır? Say əgər verilibsə cavabı götürəcəyik, yoxdursa götürməyəcəyik. Bunu indi mətn analiz edəndə baxacağıq. Dördüncüdə isə qeyd olunur ki, Kiribati əhalisinin əsas qidası nədən ibarətdir? What contains the main food? Yəni əsas qidasını nə təşkil edir? Burada da what contains main food hissəsi, yəni nədən ibarət olması vacibdir. Gəlin indi belə deyək ki, yəni mətni tərcümə edək, ondan sonra keçək sualların izahına. Birinci abzası artıq tərcümə etdik, ona görə keçirəm ikinci abzasdan. Qeyd olunur ki, Kiribati 33 adadan ibarətdir. Aha, belə deyək də, yəni Kiribati Sakit Okeanın üzərində Sakit Okeanı üzərində 3860 kilometr boyunca ekvator yaxınlığında səpələnmiş 33 adadan ibarətdir. Və onlar xüsusilə yüksək dalğalar tərəfindən təhlükə altındadırlar. Çünki qeyd edilir ki, Kiribati adalarının heç biri dəniz səviyyəsindən 2 metrdən daha yüksək deyil. Baxın, burada none of the hissəsi vacibdir. Çünki bəzən tələbələr elə bu hissəyə baxır ki, hə, burada qeyd olunub ki, 2 metrdən daha yüksəkdir. Birinci hissə qalır. Amma bizdə burada none of hissəsi vacibdir. Çünki ola bilər ki, sualda bunu vermiş olsun. Yəni, diqqət etməliyik ki, burada yazılıb ki, heç biri dəniz səviyyəsindən 2 metrdən daha yüksək deyil. Ardınca qeyd edir ki, bəs bu belə deyək ki, mysterious dedikdə, yəni sirli, müəmmalı, bu müəmmalı dalğalara nə səbəb olur? Və cavab olaraq qeyd olunur ki, cavab qlobal istiləşmədir. Neft və kömür kimi yanacaqlar yandırıldıqda atmosferdə istiliyi saxlayan çirkləndirici maddələr buraxılır. Okay, neft və kömür kimi yanacaqlar yanan zaman atmosferdə istiliyi saxlayacaq çirkləndirici maddələr ortaya çıxır, hansı ki, və deyir temperaturun qalxması da, yəni yüksəlməsi buzlaqların və qütb buz örtüklərinin əriməsi ilə daha çox su yaradır. Glacier dedikdə buzlaqlardır və polar ice caps dedikdə isə qütb buz örtükləri nəzərdə tutulur. İkinci hissənin birinci abzasını artıq tərcümə etdik, ona görə keçirəm sonuncu abzasa və qeyd olunur ki, the people of these nations feel irritated. Yəni, deyir, bu xalqların insanları, yəni bu xalqlar, burada yaşayan insanlar narazıdırlar. Onların iqtisadiyyatının əsaslandığı okean indi birdən-birə onların mövcudluğunu təhlükə altına atır. Hansı ki, yəni həmin bu dalğalar səbəbindən dolayı və deyir ki, bu ölkələrin, yəni bu xalqların daha doğrusu, bu dövlətlərin kifayət qədər pulu yoxdur. Ona görə də onlar bahalı olan həll yollarını dəstəkləyə bilmirlər. Burada effort dedikdə maddi olaraq dəstəkləmək nəzərdə tutulur. Maddi olaraq, yəni nəyisə pulunun yetməsidir də və deyir onların çoxlu pul olduğuna görə onlar bahalı həll yollarını da əl ata bilmirlər. Və deyir ki, həmin bu insanların bu çirkləndirici maddələr üzərində nəzarəti də yoxdur. No control yazıb. Heç bir nəzarəti yoxdur, çünki bunlar əsasən böyük sənayeləşmiş ölkələr tərəfindən buraxılır. Və deyir, onların edə biləcəyi yeganə şey ümid etməkdir ki, həmin bu ölkələr, yəni hansı ki sənayeləşmiş ölkələr çirklənməni azaltmaq üçün addımlar atacaqlar və bununla da qlobal istiləşmə də azalmış olacaq. Yəni çirklənməni azaltmaq üçün addımlar atacaqlar ki, qlobal istiləşmə də artıq azalsın. İndi isə keçək, deməli 16-cı sualı analiz etməyə. 16-cı sualda qeyd olunur ki, qlobal istiləşmə Kiribatini təhlükə, yəni Kiribatini təhlükəyə atan dalğalar üçün əsas səbəbdir. Main reason global warming. Və cavabımızın doğru olduğunu artıq bilirik. Çünki biz burada oxuyanda yazmışdıq ki, yəni bu dalğalara, sirli dalğalara səbəb olan nədir? Cavab olaraq verilmişdi ki, qlobal istiləşmə. Demək ki, 16.1-ci sualda doğrudur cavabımız. 2 gəldikdə qeyd olunur ki, Kiribati adaları, yəni daha doğrusu dəniz səviyyəsindən 2 metrdən daha yüksək deyil. Are not higher hissəsi. Bunun da cavabı doğrudur. Çünki məhz bu hissədə bayaqlarda qeyd etdik ki, yazılmışdı ki, none of. Bir dəqiqə. None of the islands of Kiribati rises more than Kiribati rises more than 2 meters. Yəni burada none of hissəsi olduğu üçün eyni mənaya gəlir. Sadəcə biraz parafrez olunmuş formadadır. 16.3-də qeyd olunur ki,
Mərcan Adası dövlətləri, hansı ki xalqlar, yəni bu ətraf mühit çirklənmələrini həll edə bilirlər. Yəni maddi olaraq ətraf mühit problemlərinin qarşısını ala bilərlər. Can afford. Amma burada bizə yazılıb cannot afford. Bu hissəni qarışdırmamalıyıq. Çünki burada həmin o xalqlar, yəni burada yaşayan əhali maddi olaraq onu dəstəkləyə bilmir. Onlar ümid edirlər ki, daha böyük olan, yəni sənayeləşmiş ölkələr bunun üçün bir addım atacaqlar. Burada ama qeyd olunur ki, Coral Island Nations. Ona görə bunun cavabı olacaq səhv, yəni false-dur, yanlışdır. 16.4-də isə qeyd olunur ki, sənayeləşmiş ölkələr dalğaların qarşısını almaq üçün bütün addımları atacaqlar. Will take all measures. Bu əslində uşaqlar not given sualıdır. Not given'ı sadəcə dim özü false olaraq götürür deyə biz burada da false götürəcəyik. Niyə görə? Çünki burada qeyd olunub ki, ümid edirlər ki, bu ölkələr, yəni sənayeləşmiş ölkələr addım atacaq. Amma ümid etmək, yəni o demək deyil də ki, %100 dəqiq olacaq. Amma burada yazılıb ki, will take all measures. Will olduğuna görə artıq cavabımız false olacaq. Yəni not given də ona görə də cavab false-dur. Keçirik 18-ci suala. 18-ci sualda qeyd olunur ki, the nations of the Pacific, yəni bu adada yaşayan əhali, nations. Ada yazıb ki, deməli çirkləndirici maddələr üzərində asanlıqla kontrolə sahibdirlər. Hansı ki, yəni böyük ölkələr tərəfindən ortaya çıxarılan çirkləndirici maddələr üzərində asanlıqla kontrolə malikdirlər. Bu səhvdir, çünki orada bizə yazılmışdı ki, onların kontrolü yoxdur. Baxın burada. Hansı ki, burada yazıb ki, they have no control over pollutants. Ona görə cavabımız olacaq burada A variantı deyil. B variantında yazıb ki, hava çirklənməsinin azaltmaq üçün əllərindən gələni edirlər. Bu da yanlışdır. C doğru cavabdır. Çünki yazıb ki, problemi həll etmək üçün kifayət qədər imkanlı deyillər. Hansı ki, burada da qeyd olunmuşdu ki, don't have a lot of money, so they can't afford expensive solutions. Doğru variant C'dir. D variantında qeyd olunur ki, sənayeləşmiş ölkələrə, yəni daha böyük sənayeləşmiş ölkələrə miqrasiya edirlər, elə bir şey yazılmayıb. Y-də isə qeyd olunur ki, xristianlığa inanırlar. Ümumiyyətlə din haqqında burada heç bir mətnin heç bir hissəsində söhbət getməyib. Doğru variant olacaq C variantı. 20-ci suala gəldikdə 20-də 1-i. 1-də soruşur ki, artıq sualları analiz etmişik. 1-də deyir ki, temperaturun qalxmasının səbəbi nədir? Bu sualın cavabı var. Birinci sualımızın cavabı var. Çünki burada baxın yazılmışdı ki, qlobal istiləşmədir. Və ardınca yazıb ki, kömür və neft kimi yanacaqlar yandırıldığı zaman çirkləndirici maddələr ortaya çıxır ki, bu da atmosferdə istiliyi saxlayır və temperatur da qalxır nəticə etibarilə. Bizə də sual verir ki, temperaturun qalxmasının səbəbi nədir? Kömür və neft kimi yanacaqların yandırılması. Birin cavabı var. 2-ni artıq tapmışıq. 3-də qeyd olunur ki, nə qədər əhali yaşayır Kiribati adasında. Bu sualın cavabı heç yerdə qeyd olunmayıb. Yəni saydan ümumiyyətlə söhbət getmirdi. Ona görə 3-cü sualın cavabı yoxdur. 4-də qeyd olunur ki, Kiribati əhalisinin əsas qida mənbəyi nədir? Yenə də 4-cü sualında cavabı yoxdur. Ümumiyyətlə qidadan danışmırdı burada. Yəni 4-ü götürə bilmərik. Ona görə doğru cavab olacaq 1 və 2. Ümid edirəm ki, bu mətnin izahı sizə aydındır. Əgər hər hansısa bir sualınız olarsa, komment bölməsində qeyd edərsiniz, zəhmət olmasa. Növbəti dərs izahlarında görüşərik. Sağ olun.